Dekabrın 5-də Azərbaycan Kinematografçılar İttifaqında İttifaqın İdarə Heyətinin üzvü, kinorejissor Şamil Əliyevin yaradıcılıq gecəsi keçirildi. Bunu Şamil Əliyevin həm də həmkarları ilə görüşü də adlandırmaq olardı. Əvvəlcə tədbirin moderatoru, kinotənqidçi Sevda Sultanova Şamil Əliyevin yaradıcılığı barədə məlumat verərək onu səhnəyə dəvət etdi. Bioqrafik film çəkmək, yəni bədii baxımdan çox çətindir. Yəni bizdə son illərdə təəssüf ki, Sovet dövründə belə bir ənənə vardı, amma müstəqillik dövründə bu ənənə qırıldı. Bu sənədli filmimizdə çoxlu maraqlı faktlar vardı. Mənim üçün çox maraqlıdır ki, hiss olunur ki, çox axtarış eləmisiniz. Hansı faktlar var idi ki, misal üçün çox maraqlı idi, amma deyək ki, siz onu filmə daxil etmədiniz. Vardımı belə situasiyalar? Yaradanlar filmi var idi. Və orada müəyyən kadrlar, o film 39 dəqiqə idi, Yaradanlar. Amma bu film 62 dəqiqədir. O vaxt o filmi 39 dəqiqədən yuxarı qoymurlar. Orada elə faktlar var idi ki, Mikayıl Hüseynovun haqqında, məsələn, o filmə daxil olmuşdu. Mənim üçün də bir, necə deyim, bir xəyal qırıqlığı yaradırdı ki, yəni vacib faktlardır mən bunu. Ona görə Yaradanlar 2 film meydana gəldi. Və mən də çox axtarışlar apardım. Burada amma ilk dəfə görəcəksiniz ki, məsələn, Rasim Əliyev çox maraqlı danışır. Ümumiyyətlə, Ulu Öndərin burada həm də yaradıcı insanları, ziyalıları necə qoruması məsələsi ortaya atılır. Məni elə ilk növbədə bunlar cəlb eləmişdi filmi çəkəndə. Fikirləşirsən ki, bu filmi çəkirsənsə, sən həm də bu filmi beynəlxalq arenaya çıxartmaq istəyərsən ki, tanısınlar, bilsinlər ki, sənin millətimin içində, sənin xalqının içində, yəni belə dünya səviyyəli insanlar var. Mən hesab edirəm ki, Mikayıl Hüseynov dünya səviyyəli arxitektordur. Daha sonra Şamil Əliyev yaradıcılıq gecəsində nümayiş etdiriləcək Körpələrin Göz Yaşları filmi barədə məlumat verdi. Körpələrin Göz Yaşları filmi ilə bağlı. Mən sözün orada indi görəcəksiniz də həm Xocalı var, həm Bosniya var, həm Kambodjada olan, Afrikada olan silahlı müharibələrin qurbanı olan uşaqların faciələrini göstərir. Mən düzü o kadrlara baxmaq mənim üçün çətindir. Çətindir. Filmin 20 dəqiqədir film. 10 dəqiqəyə qədəri mənim öz çəkilişlərimdir. Qalan da, yəni arxiv materialları bilirsiniz də. Məsələn, tutaq ki, Farengeyi David Agency. Bəli, Michael Moore. O bilirsiniz də, hətta telefonla da çəkilib, kimlərsə çəkmişdir, onlardan istifadə edib. Yəni, sənədli filmdə hər cür arxiv material, hər cür kadrdan rejissor istifadə edir. Ona görə biz doğrudan da mənim üçün Körpələrin Göz Yaşı havayı yerə qoyulmamışdır. Yəni, təsadüf deyildi. Yəni ki, o Dostoyevskinin sözüdür, ya kimin sözüdür. Dostoyevski deyibsə çox ki, dünyanın heç bir dərdi körpənin bir göz yaşına dəyir. Çıxışlardan sonra Şamil Əliyevin son illərdə çəkdiyi Yaradanlar 2 və Körpələrin Göz Yaşları sənədli filmləri nümayiş olundu. O erməniləri yubadır və silahları Bakıya çatdıra bilir. Amma onun cavabından hiddətlənən daşnaqlar Yusif Ağanı işgəncə ilə öldürürlər. O şəcərədən olan Ağa Abdullah Hacı Ağadadaşoğlu Dadaşov Azərbaycanlı ilk əczaçı olub. Təhsilini Almaniyada alıb. Mənim üçün çox vacib idi ki, bu filmə münasibət necə olacaq, filmlərə də münasibət necə olacaq.
Özünüz də gördünüz ki, tamaşaçı keyfiyyətli tamaşaçı idi. Mənə elə gəlir ki, mən istədiyim kimi qəbul olundu. Mən hansısa bir niyyətim var idi bu filmi çəkməkdə. Yaradanlar 2-də Azərbaycan Genofondunun çox ünlü fiqurlarının həyatını gətirməklə həm Azərbaycan memarlıq sənətinə bir ekskurs eləyirdik, tarixinə bir ekskurs eləyirdik və ziyalıların o dövrdə çətin həyatını biz göstərə bildik burada və bundan bir istifadə eləyib həm də Ulu Öndərin çox vacib bir keyfiyyətini biz burada aça bilmişdik. Ulu Öndər daim ziyalıları kommunist bolşevik baskısından qoruya bilirdi. İkinci filmim də bilirsiniz necə idi? Yəni dünyada baş verən bütün belə istər genosid aktı olsun, istər hər hansı bir şiddət, zülm olsun, son məqamda körpə uşaqların necə deyərlər, hüququ, haqqı pozulur. Ən çox əziyyət çəkən uşaqlar olur. Uşaq dünyasını biz hələ ayaq üstə durub elə gəzməyə təzə məsələn meyl eləyən uşaqların da nə qədər böyük şiddətə məruz qaldığını göstərmək. Şamil Əliyev 1960-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Təsadüfi görüş, etiraf, çölçü bədii, eləcə də bir sıra sənədli filmlərin rejissoru, beynəlxalq festivallar laureatı, Azərbaycan Kinematografçılar İttifaqı İdarə Heyətinin üzvüdür.